Dünya bir körpüdür, körpü yoldur. Dünya özü yollardan ibarətdir. İnsanoğlu hələ bu dünyaya gəlməmişdən əvvəl yol gəlir. Dünyaya gəlmək üçün yol gəlir. Dünyaya gəlir, sevincinə, kədərinə, ölümünə yol gedir. Biz hamımız yollar yolcusuyuq. Bugün xatirələrinə boylanan insanlar şair Davud Nəsibi anacaqlar. Mən Davudun lap körpəliyindən görmüşəm. Bir də son günlərə qədər. Ona görə danışmağı mənim çətindir, həm də asandır. Məsələn, lap belə doğum günündən danışım. Bizim bir Gülüstan xalamız var idi. Gözəl göyçəkdik, danışan, oynayan gülən. Bu dedi ki, mən bu uşağın dedi, oğlan da olsa, qız da olsa mamaşası mən olacağım. Mən çox böyüyəm, ondan 15 yaş böyüyəm. Hamımıza yığışmışıq da hadisə baş verir. Ev, nədir, Nəsrə təzə ev nümayəndə gəlir, görək bu nədir, nə canışınsın. Birdən qapı açıldı, Gülüstan xala çıxdı ki, bəs Davud Peyğəmbər gəldi. Ne üçün Davud Peyğəmbər? Bu uşağa baxanda uşaq heyrət edib ki, bu qədər də gözəl uşaq mı olar? Bunun doğuluş günüydü. Davud Nəsibi çox gənc yaşlarımdan tanıyıram. Çünki Qazaxdan anadan olub, yəni mənim yerimdir. Bizdə də belədir ki, çox gənc yaşlarımızda biz orta məktəbdə oxuyanda xəbərimiz olurdu. O öz rayonumuzdan çıxan şairlər haqqında, yəni bilirdik, oxuyurduq, daha çox maraq olurdu onlara. Müəllimlərimiz danışırdılar, onların kitabları daha çox gəlib çıxırdı rayona və biz bilirdik kim kimdir. O zaman onun yaradıcılığının belə ən çiçəklənən vaxtları idi. Dövlət mükafatları almışdı. Yəni tanınırdı, ittifaq miqyasında tanınırdı, əsərləri müxtəlif dillərdə çıxırdı. Mən 1966-cı ildə 4 il İraqda qalandan sonra Bakıya qayıtmışdım. Və Bakıya gələndə çox belə ad-sən qazanan gənclərdən biri Davud Nəsib oldu. Və onunla o yaxınlıqda, mən onunla yaxınlığa başladım və həmin ildə onun birinci şeirlər kitabı çıxdı. O kitabı da mənə bağışladı. Sonra Davud Moskvaya getdi. 2 illik orada ədəbiyyat kurslarını qurtardı və yenidən doğma Azərbaycana qayıtdı. Ancaq onun Moskva devri işsiz keçmədi. Moskvada onun dalbadal 2 kitabı çıxdı. Azərbaycanda isə onun birinci şeirlər kitabı dediyim kimi 66-da çıxınca sonra onun dalbadal şeirlər kitabı çıxmağa başladı və onun yaradıcılığında xüsusi yeri də tərcümələr təşkil edirdi. Macar şairlərinin şeirlərini, xüsusən də Mikloş Radoviçin şeirlərini Azərbaycan dilinə çevirən, özü də çox gözəl o şeirləri çevirirdi. Ədəbiyyat qəzetində, başqa qəzetlərdə çıxırdı, adama ləzzət eləyirdi. Elə bil ki, doğma bunu öz dilində özü hiss eləyib, duyub, yazıb. İkinci demək, avtoru kimi, ikinci müəllif kimi biz onu qəbul eləyirdik. Çox gözəl tərcümələr etmişdi. Sonra onun rus dilindən tərcümələri çox idi. Dediyim ki, Moskvada 2 kitabı çıxmışdı. Tanınmış şair idi. Davud Nəsiblə 14 ildən artıq demək olar biz bir redaksiyada işləmişik. 14 il tam. O ədəbiyyat və incəsənət qəzeti idi onda, indiki ədəbiyyat qəzeti. O qəzetdə poeziya şöbəsinin müdiri idi. Bu şöbə müdiri olmana baxmayaraq poeziya şöbəsinin müxtəlif sahələrə müdaxil idi. Davud Nəsib çox geniş diapazonlu yaradıcılıqla məşğul olurdu. Bu müasir ədəbiyyat haqqında məqəllər yazırdı, çıxan kitablar haqqında yazırdı, öz fikrini bildirirdi qələm yoldaşlarına.
gənc şairlərə, onlara çox kömək eləyirdi, onların əsəri üzərində işləyirdi. Yəni onun əməyi, xidməti bizim poeziya şöbəsində çox geniş idi. Bir əməkdaş kimi, bir redaksiyanın işçisi kimi. Və redaksiyada da dediyim kimi çox belə gözəl nüfuz sahibi idi. Ona görə ki, bu sözü üzə şax deyirdi. Təmiz, düz adam idi. Mərdanə idi, sözü bütöv idi. Bax, bu mənada biz onu çox sevirdik. Eldə belə deyirlər, dost bir olar ya da iki. Eldə belə bir misalda deyirlər, dostu çox olan kəs sərvətli, varlı insandır. Bugün sən artıq xatirəyə dönmüsən onlar üçün. Bugün sən onların xatirələrində yaşayırsan. Kimdir mənim üçün Davud Nəsib? Davud Nəsib mənim üçün Azərbaycanın görkəmli şairidir. Onun çoxlu qəhrəmanlıqla bağlı, vətənpərvərliklə bağlı, elsevərliklə bağlı istənilən qədər gözəl, mənalı, məzmunlu şeirləri var. Davud Nəsibi çox böyük belə bir məhəbbətlə onun adını anıram. Çünki o çox yüksək mədəniyyətli bir oğlan idi. Özü də çox istiqanlı idi, münasibətdə çox yaxşı idi. Özü də ünsiyyət bağlayanda da, ondan sonra müəyyən məsələlərlə müraciət edəndə də onda sünnilik yox idi. Ona görə həmişə belə məqsədə yönlü müraciət edirdi, ondan bir yerdə danışırdıq. Çox səmimi idi. Sonra bilirsiniz, hal-əhval sormağı, soruşmağı, zəng eləməyi, vəziyyətiniz necə deməyi çox ümumiyyətlə sevirdi. Ondan bir yerdə çalışanda, ədəbiyyat qəzetində. Bizim otaqlarımız, kabinetlərimiz böyür-böyrəkdir. O, poeziya şöbəsinin müdürü idi, mən də tənqid və ədəbiyyatşünaslıq şöbəsinin. Hərdən mən onun işlərinə müdaxilə eləyirdim, hərdən o mənim işlərimə müdaxilə eləyirdi. Və təbiidir ki, burada bir simsarlıq, bir eloğluluq ərki də var idi bizim o münasibətlərimizdə. Və təbiidir ki, biz həm eyni mühitin insanlarıydıq, eyni cür təxminən düşünən, eyni maraq dairəsi olan, eyni etnoqrafik yaddaşı olan insanlarıydıq. Və həm də ədəbiyyat qəzetinin öz o kollektivi, o redaksiya bizi yaxınlaşdırmışdı və bizim çox böyük sənətkarımız Nəriman Həsənzadə rəhbərlik eləyirdi ədəbiyyat qəzetinə və onun o rəhbərlik texnologiyası elə idi ki, o çalışan işçilər hamısı bir-biri ilə dost olmalıydılar, yoldaş olmalıydılar. Əgər belə olmasaydılar da günah onların özlərininki idi. Çünki Nəriman Həsənzadə üçün birinci şərt o mühitdə bir yaxınlıq yaratmaq idi. Dünyada qalan addır. Yaxşının da adı qalır dünyada, pisində. Yaxşılara rəhmət oxuyurlar, pislərə isə nəysə. Adın mənası böyükdür. Həyatda insana iki ad verilir. İlk olaraq valideynlərin verdiyi adla çağırılır insan. Sonralar isə insan özü ikinci adını öz əməlləri ilə qazanır. Sən gələndə Ayşə müəllim deyərdi, necəsən? Qapını açan kimi. Qayğılı vaxtlarında deyərdi, ay qağa necəsən? Bir dəfə Muğana getdik, ova getdik. Getdik, bu su düşəndə rezin çəkmə geymişdik, şap-şap gedirdik. Bir də gördük ki, ördəklərin hamısı qalxdı, biri şap-şap elədi, qalxa bilmədi. Qanadı qırılıbmış bunun. Ya saçma dəyib, ya nətər olub, qanadı qırılıb bir qanadı. Dedi, bax, bu nə şey oldu belə, qanadım qırıldı. Qanadım qırıldı. Bunu mən
Bu həm xoşbəxt, həm də bədbəxt insanı mən həmin o ördəyə oxşadıram, qanadı qırıq şair. Qanadı qırıq bu mənada ki, həm tez yetdi, arzularını, bir çoxlarını yerinə yetirə bilmədi. Kədər lərzə salar, ildırım təki, insanı göylərdən yerə indirər. Qəmimdən qorxuram, danışmıram ki, kədərim kimisə kədərləndirər. Daha çox ənəniyə bağlı bir insan idi. Deyək, həmişə babalarımızdan sitat gətirərdi. Cəmaət Marksdan, Lenindən sitat gətirəndə Davud Nəsib babalarımızdan sitat gətirərdi. Davud Nəsib üçün onun daxilində nəsə bir xüsusi üzvlənməyən bir tarix var idi. Bu tarixin 19-cu əsri ilə, məsələn 15-ci əsrinin, 10-cu əsrinin heç bir fərqi yox idi. O tarixi həmişə əgər dünənə də, sırağa günə də o tarix kimi baxırdı. Çap elədiyi, təqdim elədiyi müəllifləri müdafiə edirdi. Axıra qədər müdafiə edirdi. Onun əsəri çap olsun. Yəni, verdi, çap olmadı, eybi yoxdur, yox, gəlib. Mənlə də mübahisə edirdi Davud. Dedi, mən bunu vermişəm, niyə vermişsəm? Bəs mən müəllifə nə cavab verəcəm? Yəni, öz müstəqilliyini, şəxsiyyətini saxlayırdı. Davud özündən kiçiyə də, özündən yaşca böyüyə də inanın, hörmət qoyurdu. Mən Davudda bu cəhəti xüsusi qiymətləndirirəm. Şair təbiətidir, şair də eyni zamanda. Mənim üçün Davud Nəsib son dərəcə ləyaqlı, son dərəcə istiqanlı, hayalı, abırlı, ismətli bir adam idi. Təmiz, billur kimi. Davud Nəsib özünü çox sadə, çox təvəzzükar, çox samballı aparardı. Göstərərdilər barmaqla Davud Nəsib, şair Davud Nəsib o da orada əyləşib. Ancaq yəni, belə bir insan idi. Özünün nə gözə soxmağı var idi, nə çalışmağı idi qabağa vəzifəyə geçsin. Onun imkanları çox idi. Çünki onun təfəkkürü, ağlı, zəkası buna imkan verirdi. Ancaq axıra kimi o ədəbiyyata sədaqətini göstərdi. Başqa bir yerə getmədi və ədəbiyyat qəzdindən ayrılmadı. Və ədalətli idi, son dərəcə ədalətli idi. Sonra qohumlarına, qardaşlarına, dostlarına bayaq dediyim kimi son dərəcə sədaqətli idi və çalışırdı ki, onlara həmişə nə ilənsə kömək eləsin. O əyalətdə yaşayan şairləri üzə çıxardırdı. Onların haqqında həmişə yazılar verirdi, mübarizə aparırdı. Bir var tanınmış şairlərdir, bir də var ki, o şairlər o qədər tanınmayıb, özdə ölkənin paytaxtında yaşamır, əyalətdə yaşayırlar. Onları üzə çıxarırdı, onların şeirlərini verirdi. Və son vaxtlar bir hadisənin də şahidi oldum ki, o tez-tez dünyasını dəyişmiş şairlər haqqında vida sözü yazırdı. Özdə rayonlarda, o kəndlərdə yaşayan o şairlər haqqındakı dünyasını dəyişirdi. Onlar haqqında vida sözü yazırdı. Özdə necə ürəklə, necə ağrı ilə onları yazırdı. Bir nəfərin hansısa indiyənə qədər illərlə redaksiyaların qapısını döyən, sahibsiz, yiyəsiz bir nəfərin yaxşı bir şeirini çap eləyəndə Davud Nəsib bir ay kef eləyirdi, bir ay sevinirdi. O, poeziyamıza ata mövzusu gətirdi. Ata Niskilli Haray dünyaya gələndən yazıldı onun qəlbinə. Bu Niskilli Haray müharibə deyilən acı həqiqətin acı hədiyyəsi idi ona. Ayına düşən hədiyyə ömrünün tərcümə halının möhürü oldu. Ata Niskilli Davud Nəsib. Müharibə başlayanda atası getmişdi, anasının qoynunda qalmışdı. Anası İnsan xanım yadımdadır, o da danışırdı. Davud ata həsrətindən yaşayırdı. Cəbhəçi bir ata, oğul ata həsrəti gəldi. Poeziyamıza Davud ata mövzusu gətirdi. Anası İnsan xanım deyir ki, bəs mənim ərim
Məcidin plaşını, paltosunu hansınız onun yerişini yeriyə bilərsinizsə, hansınız onun hərəkətini eləyə bilərsinizsə, hansınız ona layiq evlad olarsınızsa, o paltonu geyinə bilərsiniz və uşaqları da, 3 oğlu da o paltonu gözləyiblər, geyinməyiblər və biliblər ki, o tamamilə həm ata, həm də çox böyük layıqlı bir şəxsiyyət. Bilirsiniz, bizim poeziyamızda, ədəbiyyatımızda o mövzuda biraz az yazılıb. Ana məhəbbəti, ana həsrəti bizim poeziyamızın əbədi mövzularından biridir, amma ata ilə bağlı elə bir şey yazılmamışdı. Ona görə onun bu sahədəki o şeirləri bir növ belə deyim ki, çox orijinal idi o zaman bizim ədəbiyyatımız üçün. Onun böyük oğlu Xəyal universitetdə, Bakı Dövlət Universitetində mənim tələbəm idi. 2 il onu mən dərs dedim. Çox gözəl bir, çox mehriban bir oğlandı. O bir oğuldu onu kimi. Yəni, yaxşı oğlanlar yetişdirib Davud Nəsib və çox ondan razı idi. Bu, onun niskili aləmin dərdi, qəmi, qüssəsi idi. Bilirsiniz, bir var anlamayasan, bir də var dünyanı duyasan, dərk eləyəsən. O dünyanı duyur, dərk eləyirdi. Yoxsa şair olmaz. Əsl şairdən söhbət gedirsə, şair elə olur. Dünyanın o gedişatını, ağırlıqlarını, dünyanın yükünü o çiyinlərində daşıyırdı. Torpağa dönürəm, torpaqdan ötürü. Çünki sevirəm. Torpaq sinəsində gəzənlərin yox, onu ürəyində gəzdirənindir. Bu misralara göz gəzdirmək yetər. O torpağına, tarixinə bağlı idi. O, torpağının tarixini sevirdi. Bizi ondan bağlayan birincisi onun bu Cavanşir romanı üzərində işləməsi oldu. Ona bir çox deməli tarixi faktlar vermək lazım idi, müəyyən məsləhətlər vermək lazım idi. Sonra ümumi istiqamət olmalı idi. Yazılarda onun bilməli idi, məsələn, hansı fəsillər, nədən sonra nə, axır həddi nə olmalı idi. Burada Cavanşirin qəhrəmanlığından əlavə, ümumiyyətlə, erməni xalqının, indi o vaxtlar orada olmuyorlar, ümumiyyətlə özlərini o dövrün adamları kimi eləyirlər. Onlara qarşı deməli köklü şəkildə ehtiras səsi ucaltmaqdan ibarət idi. Ona görə biz deməli bu ünsiyyətimiz çox artırdı. Rəhmətli Qeybullayev də ona müəyyən köməklik göstərdi və demək istəyirəm ki, bizim o dostluq münasibətimizi o daha da möhkəmlətdi. Və son həddə o 2 cilddən ibarət deməli bu romanı yazdı və bu roman da çox maraqla oxunan, ümumiyyətlə bizim o tarixi faktları bədii dillə geniş oxucu külləsinə çatdıran ən yaxşı romanlardan biridir. Onun yazıçıların içərisində ən çox sevdiyi Hüseyin Mehdi idi. Və o Hüseyin Mehdinin idealı hesab edirdi öz üçün, cəsarəti, savadı, hər şeyinə görə. Və təsadüfi deyil ki, Hüseyin Mehdinin Odulu Qılınc Cavanşir romanından bəhrələnərək bu işə girişdi. Tarixi əsər yazmaq çox çətindir. Tarixi əsər yazmaq üçün gərək o dövrdə yaşamış adam kimi biləsən, dərk eləyəsən, ondan sonra tədqiqat aparıb romanı yaza biləsən. O, çox uzun illər o roman üzərində tədqiqat apardı, o dövrü öyrəndi. Tədqiqatçıların böyük marağına səbəb olan tarixçilər, başqaları çox böyük onun kitabına qiymət verdilər. O kitabın giriş məqaləsi, sonra mətbuatda çıxan yazılar da bir daha onu təsdiq elədi ki, o dövrü nə qədər dərindən öyrənmişdi və o kitabı o buraxdı. Çox sevirdi o Cavanşir əsərdi. Qəlbinə yaxın idi. Milli qəhrəman idi Cavanşir. Bu da öz xalqın oğlu kimi, qəhrəman kimi bir adam idi. Son illərdə çoxlu mütaliə edirdi və Alban dövrünü, qədim Alban dövrünü, Azərbaycanın keçmişini, qədimini oxuyurdu, mütaliə edirdi, araşdırırdı. Bir sıra məsələləri o tapmışdı, alimlərlə məsləhətləşmişdi. Alimlər ondan məsləhət alırdılar, çünki çox oxumuşdu.
izinə düşmüşdü o mənbələrin. Düşə-düşə gedib oxumuşdu. Cavanşir romanı, onun ikinci hissəsi Cavanşirsız məmləkət və Davud bunu davam elətdirəcəkdi. Alban dövrü elə bil onun içərisində idi. Çünki o Qazax rayonunda bilirsiniz çoxlu Alban abidələri var və bu abidələr demək olar ki, tədqiq olunmuyub. Ona görə də çox zaman ermənilər bunu özlərinə götürüblər və Davud Nəsibdə də belə bir az yerliçilik marağı var idi. Böyük də bir milli maraq var idi. O öz babalarının yaratmış olduğu heç nəyi heç kimə vermək istəmirdi. Bizim üçün çox vacib idi belə bir əsərin yaranması ki, biz o tariximizi elə bir məqamıdır ki, Alban dövrü. Orada biz çətinlik çəkirik. Yəni o abidələrin bizə məxsus olduğunun nə dərəcədə bizə məxsusdur, onu izah eləməyə çətinlik çəkirik. Yalnız izah eləməyə yox, həm də xalqa izah eləməyə çətinlik çəkirik, bilsənmi? Əgər bir abidədirsə, bunun üzərində xaç işarəsi varsa, bunun bizim olduğunu demək elmi baxımdan asandır. Çünki biz bilirik ki, xaç harda nə deməkdir. Amma geniş xalq kütləsinə izah eləmək, bu olduqca çətin məsələdir və ona görə bu əsərin əhəmiyyəti vardır ki, çünki bədii düşüncənin izah elədiyi məqamları, məsələləri elm izah eləyənmir. Elm izah eləyənmir, elmin adətən auditoriyası dar olur və belə dəyərli bir iş gördü. Geçirler gelir ömür, giden günler geri dönmür. Məhəbbətin odu sönmür, necə unudum səni. Şairin ailəsi qədər, düzdür, şairin yaradıcılığından oxucu, xalq nə qədər zövq alırsa, o qədər şairin ailəsi əziyyət çəkir. O, yəni, mən istərdim ki, bu cəhətə, yəni, bəzən elə fikirləşirlər ki, şairlərin, yaradıcı adamların ailəsi xoşbəxtdir. Yəni, onun da xoşbəxtlik tərəfləri var. Xoşbəxtlik tərəfləri var. Amma yaradıcı adamların ailəsinin çəkdiyi çətinliyi heç kim çəkə bilməz. Elə sevinirdi ki, bir nəvəsi olmuşdu, oğul nəvəsi. Deyir, Nəriman, nəvə ayrı şeydir. Mənə ağıl verirdi Davuda. Belə tam səmimi idi, tam səmimi idi. Elə gün olmur ki, onu yada salmayaq. Elə gün olmur ki, onun haqqında söhbət eləməyək. Elə gün olmur ki, onun duzlu məzəli söhbətlərini yada salmayaq və onun haqqında məqalələr yazılmasın. Ümumiyyətlə, onun poetik yaradıcılığı bana xoş təsir bağışlayırdı. İndi ümumiyyətlə, nə qədər desən, o yaz yağışından sonra köbələklər kimi şairlər çıxdı. Onların hamısının yaradıcılığı ritorikadır, sxematik şeylərdir. Gördüyü bu hadisənin deməli qələmə almadır. Amma bunda məqsədə yönlü, profesional şairlər elədilər də. Ümumiyyətlə, məqsədə yönlü şeirlər yazırlar, əsərlər yazırlar. O da çox böyük, xoş təsirat bağışlayır. Çox qəribədir ki, 10 il əvvəl Davud Nəsib bir şəkil çəkdirmişdi. Əlini belə çənəsinə belə söykəmişdi, saatda vaxt görükürdü. Onun haqqında vida sözü yazanda həmin şəkil ədəbiyyat qəzetində verdilər. Orada 1-ə 6 dəqiqə işləmişdi. Və 10 ildən sonra Davud Nəsibin başına gələn hadisə də 1-ə 6 dəqiqə işləyəndə baş verdi. Yəni, dünyada elə şeylər var, biz onları dərk eləmirik. Ancaq, yəqin bir şair kimi Davud Nəsib həmin 10 il əvvəl o çox kədərli, çox fikirli şəkildə onu görübmüş. Təsadüf deyil ki, deyirlər, Yaradanın yer üzündə nümayəndəsi Peyğəmbər, Peyğəmbərin nümayəndəsi şair olur. Bax, yəqin bunu duymuşdu.
Deyirlər həyat təsadüflərlə doludur. Amma həyatda heç nə təsadüfi olmur. Hər nə olubsa, hər nə olursa, hər nə olacaqsa əvvəlcədən yazılır. Hər hansı bir vaxtda yanından ötüb keçdiyimiz naməlum insanla belə biz təsadüfi qarşılaşmırıq. Həyata gəlib köç sürdüyümüz günün dəqiqliyi kimi. Çünki olan olmalıdır. Qismətdən insanoğlu nə gizlənə bilər, nə də qaça bilər. Bütün olanlar əvvəlcədən yazılır. Nakan gitmez bu dünyadan, bu dünyadan. Arif olan nakan gitmez bu dünyadan, bu dünyadan. Çox qəribə şey oldu. Bir 3 gün ondan qabaq mən ondan görüşdüm. Amma gördüm ki, bu sarsıntılıdır. Biraz getdik, dedi ki, əşi, bu kitab məni öldürəcək dedi. Hansı kitab? Cavanşiri. Hə, dedim, sən niyə öldür kitabdır? Yaxşı kitab yazmışsan, faktlarla doludur, ixtiralar eləmişsən filan. Dedi ki, mən dedi, içim şeirlə qaynayır, deyir, əlim deyir, proqramın üstündə gəzir. Mən ikiləşmişəm. Elə bir mən yarı bu dünyadayım, yarı o dünyada. Bax, belə bir üstü örtülü, belə bir cür söhbət oldu aramızda. Görünür, insanda o psixoloji şeydə hamı görünür, hiss eləyir və getməyə hazırlaşır. Dünənmi yaxşıdır, yoxsa ki bugün? Deyə bilərəmmi hansını seçək? Növbə gözləyirdik yaşamaq üçün. Növbə gözləyirik həyatdan köçək. Bunun laf son şeirlərindən daha. Bu kitabda olan şeirlər, demək özünün görmədiyi şeirlər, çapını görmədiyi şeirlər, son şeirlərdən biridir. Deyirlər torpaq, təbiətin tacı, yer üzünün əşrəfi olan, insanların ən yaxşısını, ən qiymətlisini, ən gözəlini tez aparır. Elə bil torpaq da belə insanların, necə deyərlər, hərisidir. Görünür, bu da qanuna uyğundur. Zaman öz hökmünü verdi və gözlənilmədən bir nəfərin tuş oldu, dünyasını bir an içində dəyişdi. Bir cəhəti xüsusi qeyd eləmək istəyirəm, onu vuran qaçqındır. Biz ailədə belə məsləhət elədik ki, biz nə edək? Və belə oldu ki, bir halda ki, bir ailə başsız qalıb, bir qaçqın ailəsi onsuz da başqındır. Bəlkə buna biz heç nə. Hüquqi cəhətdən bu düzgün deyil, amma buna baxmayaraq onun ailəsi belə bir gözəl təşəbbüs gözlərdi, o adama heç nə eləmədilər. Biz gözəl bir sənətkarı itirdik, vaxtsız itirdik özü də. Hardasa qismət görünür, nəysə bir qanuna uyğunluq var dünyada, bizdən asılı olmayaraq. Var, alın yazısı var, doğrudur. Mən onlara inanıram. Alın yazısı da var, tali də var, hamısı var. A dostlar, yamandı ayrılıq günü, bir yanıq kamandı ayrılıq günü. Vaxt gəldi, ayrılıq verdi hökmünü. Bu qoca dünyadan bizə nə qaldı? Ömrünü köç eylədin, yaxınlarını intizarda qoydun. Dostların heyfsləndi, peşimanlıq çəkəni də var hələ.
qəribədir ki, elə onun dünyadan köçməyi də ədəbiyyat qəzetindən çıxdığı anda, işdən çıxıb evə gedəndə oldu. Və həmin gün o mənə səhər-səhər qəzetin baş redaktoru Ayaz Vəfalın otağından zəng elədi 11-də ki, görüşək. Dedim ki, Davud, görüşərik. Bugün hava çox pisdir, çox küləkli, çox... Baxmayaraq ki, mart ayı idi. Mən elə soyuq, elə külək, maşınla yolda getmək mümkün deyildi su əlindən. Yəni, elə bir pis hava idi. Dedim, görüşərik, qoy hava açılsın. Ancaq mən bilsəydim ki, o onun son saatını yaşayır, mən tez qaçıb gedərdim, onunla görüşərdim. Ömrü boyu ürəyində ata həsrəti gəzdirirkən, özü bir niskil qoyub getdi evladlarının qəlbində. Onda bu dünyanı etibar edin, dünyanın ağabirçək analarına deyən şair Davud Nəsib dünyanı qoca analara etibar edib getdi, getdi. Çünki dünya özü bir körpüdür. Mən elə bilirəm Davudun o ədəbi irsi yaşayır. Davudun kitabları çıxır, çoxlu kitabları var. İndi yəqin ki, o Kirillə çap olunan kitablar Latınca çıxandan sonra Davud daha yaxşı yayılacaqdır. Ancaq onun romanları Latın qrafikində çıxıb, onu bütün gənclik oxuyub və çox yüksək fikirdədilər. İkinci hissəsində qurtarmışdı. Və sevinirdi ki, mən gedəcəm deyirlər mən bu Azərbaycan erməni məsələsi. Orada çox ciddi qoyulmuşdu Davudun əsərində. Axı o yoldur ki, Davud Nəsib onu 10 illər o yolu tərəfə keçib, bu tərəfə keçib. İndi birdən necə oldu? Yəni, taleyin işidir də. Taleyin işidir, o yazıya pozu yoxdur. Mənim üçün olduqca belə kədərli oldu. Mən nəsə hiss elədim, elə bir nəsə mənə belə ən yaxın bir insanımı itirdim. Mənim üçün olduqca doğma olan. Səmimi insanları itirmək həqiqətən çətindir. Səmimi insanlar, sənə yaxın olan insanlar, yalnız deyək, hansısa intellektual fəaliyyəti ilə və yaxud deyək, nə bilim, başqa formada fəaliyyətləri ilə yaxın olan insanları itirəndə elə intellektlə də izah eləyə bilirsən ki, həyatdır, belə də olar, elə də olar. Amma belə o ruhla yaşayan insanları itirəndə, onların niyə etdiyini izah eləmək çox çətindir. Onlarda nəsə belə bir mənəvi sənin üçün bir, nə bilim, bir mənəvi ölüm olur o. Və ona görə də mən sözümü belə qutarıram. İnsan ölər, insanlıq qalar bu dünyada. Kişilər köçər, kişilər qalar bu dünyada. Şairlər köçərlər, amma əbədiyyətə qovuşarlar, son-sonluğa çatarlar. Bütün bu keyfiyyətlərin hamısı Davud Nəsibdə var və mən neçə ki varam, mənim qavlimdə Davud Nəsib belə bir şəxsiyyət, belə bir insan, belə bir şair kimi qalacaqdır. Tapdana-tapdana qoşulub elə, tapdaya-tapdaya bir axın keçir. Körpünü keçənlər bilməyir hələ, körpünü keçdimi dünyadan köçür. Körpünü keçənlər yadda saxlasın, körpünü keçdimi əməli qalar. Həmişə Davudu çox belə xoş təəssüratla mən xatırlayıram. Onun haqqında fikirləşdikcə məndə ona qarşı həm məhəbbət bir daha qaynır və çox heyfsilənirəm ki, onu biz çox cavan vaxtında belə, daha doğrusu qısa bir müddət ərzində onu biz itirdik. O mənə zəng eləmişdi ki, bir gəlmək istəyirəm, görüşmək istəyirəm. Elə oldu ki, bu bədbəxt hadisə baş verdi. O biz onunla görüşə bilmədik axırıncı dəfə. Adam da bilmir axı, bu gün ki, sabah nə başına gələsin. Ona görə
Mən ona da heyfslənirəm ki, birinci onu itirmişik, heç belə bir qəflətən olan şeydir. İkinci də ki, ondan son vaxt görüşə bilmədim. Amma belə oğullar Azərbaycan tarixində yaşamalıdır. Biz onları yaşatmalıyıq. Mən bu Space kanalından öz minnətdarlığımı bildirirəm ki, onu xatırlayırsınız, onun haqqında veriliş vermək istəyirsiniz və Azərbaycanın belə oğullarını təbliğ eləməyə bizim çox böyük ehtiyacımız var. Sağ olun. Birdən-birə qəfil qəza nəticəsində dünyasını dəyişməsi çox ağır oldu. Bizim hamımız üçün ağır oldu. Bilirsiniz, biri var ki, qocalmış, heydən düşmüş, dünya görmüş, devranını sürmüş bir adam həyatdan köçür. Onda o insan üçün çox ağır olmur. Bir də var ki, energiyasının aşıb daşdığı, qaynar bulaq kimi ilhama gəldiyi, coşduğu bir devirdə insan bir qəfil hadisə nəticəsində dünyasını dəyişir. Bu çox ağır olur. Bu təkcə ailə üçün deyil, qohum əqrəba üçün deyil, bu dost tanış üçün də çox ağır olur. Və Davud Nəsibin dünyadan belə qəfil getməsi bizim hamımızı, bütün dostlarını, tanışlarını sarsıtdı. Ömrünü köç eylədin, qarlı yağışlı bir gündə. Sənin üçün darxanlar var, səni düşünənlər, xatırlayanlar var. Ömrün onların xatirələrində davam edəcək. Tam səmimi idi, tam səmimi idi. Mən onu heç vaxtımda bilmərəm. Nə qədər sağamını da bilmərəm. Biz onun evində oturub çörək yemişik. Anası gözəl xəngəl pişirmişdi. Ramiz Məmmədzadə ilə, Ramiz Məmmədzadenin anası, Davudun anası, bunlar bacılıq idilər. Yəni, çox yaxın idilər. Xəngəl pişirdilər, getdik bizə. Orada bir zarafat, bir qiyamət. Ramizdən çox zarafatları var idi Davudun. Mənə hörmət qoyduğu üçün haradasa biraz görürəm ki, görürdüm ki, zarafat elədiyi yerdə mən gələndə, neyləyəndə, oturanda, yəni o etik normaları Davud gözləyirdi. Ağrılı, acılıdır, ancaq təsəlli verən bir odur ki, o xırdalanda dağın başında bastırılıb. Və o da qismətdir ki, düz yönü Bakıya, Xəzər dənizinədir. Hər gün o doğma Bakını, Xəzər dənizinin ruhu oradan müşahidə eləyir. Və biz də görür, olub keçənləri görür. Yoldaşların onun haqqında yazdıqlarını, deyilənləri, söz-söhbətləri, yaxşı söz-söhbətləri də onun hər yerdə məclislərdə yada salırıq. Və biz, bu qalır. Və bizim üçün bir də ürəyimizdə onunla bağlı, onun itkisi, onun kədəri, hissi qalır. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Dost itirmək ağırdır. Ancaq neynəyəsən ki, bizdə bir bayatı var. Deyir, qızıl gül olmayaydı, saralıb solmayaydı. Ölüm Allahın əmri, ayrılıq olmayaydı. Bu ayrılıq baş verdi. Ancaq bu müvəqqəti bir ayrılıqdır. Hamı yerimiz Davud Nəsibin yanında olacaq axırda. Həyat budur, həyatın sonu budur. Bunu hamı dərk eləyir, başa düşür. Yəni bu elə bir şeydir ki, Səməd Vurğun necə deyir, Səməd Vurğunun gözəl misraları var, şeirləri var bu barədə. Bir də görürsən ki, açılan solur, düşünən bir beyin bir torpaq olur. Bir yandan boşalır, bir yandan dolur, sirrini verməyir sirdaşa dünya. Səməd Vurğunun bir tək məzar şeiri də var bununla bağlı. O deyir, o tirsim, necədir o şeir belə başlayır. Bir gün məni səyyar xəyal öz dünyamdan qoparmışdı. Qulağı lal, qulağı kar, dili də lal bir aləmə aparmışdı. Orada nə səs var, nə sədə var. Ancaq o sistemli bir aləmdir, oradan heç kim keçə bilməz. Yəni, budur adama təsəlli verən ki, Davud Nəsib haqq dünyadadır. Hamımızın da yerimiz axırda haqq dünya olacaq. Allah rəhmət eləsin ona.
Bu dərddən Davud xəstə, eşitsin, bilsin hamı. Mən ölsəm qəbrim üstə, salın yada laylamı. Çalın mənim mahnımı, çalın ata laylamı. Deniz lepeli, sahil kimsesiz, gece koynunda garibem sensiz. Belki uzaktan bir sorak gelir, haber esreti bir yolluk siler. Deniz dinmeyir, sahil susudur, sevgi sönmeyir, isyan gurudur. Gözlerim yolda, ne bir gelen var, kalmışsan harda, harda, kayıt ne olar? Yoktur bir haber ayrı, düşer mi sevenler? Döndü bütün gidenler senden. Yoktur bir haber ayrı, düşer mi sevenler? Aylar, illər, fəsillər bir-birini əvəz edir. Hamısı da ömürdən, gündən gedir. Hər ötən gün ömür kitabımızın bir səhifəsini çevirir. Bizsə elə hey sabaha tələsirik. Məşhur bir şeirdə deyildiyi kimi tələsirik, görən yaza nə qaldı? Bax beləcə doğulan gündən tələsə-tələsə ölümə doğru gedirik. Davud Nəsib 1942-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1956-cı ildə rayonun Qalibiyyət bayrağı qəzetində dərc olunan Mənim doğma çayım, mənim kür çayım adlı şeiri ilə bədii yaradıcılığa başlayıb. Gözüm səni axtarır adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb. Sonralar Dağlar danışaydı, məhəbbət yolları, ürək sözsüz danışır, ümid qatarı, bizdən sonra yaşayanlar, əsrin meylatı, Azərbaycan bayatısı, dünya bir körpüdür, Moskvada nəşr olunan anama məktublar, ocaq daşları, ürək sözsüz danışır, Müsahibə adlı şeirlər və poemalardan ibarət kitabları ilə oxucuların görüşünə gəlib, ədəbi aləmdə özünə məxsus yer tutub.
Nəriman müəllim, siz neçə illər Davud Nəsiblə bir yerdə işləmişsiniz, yaxın təmaslı olmuşsunuz onunla. Bir ədəbiyyat İncəsənət qəzeti idi o vaxtda bir yerdə işləyəndə siz. Necə xatırlayırsınız? Artıq bir ildir Davud Nəsib sıralarınızda yoxdur. Doğru deyirsiniz. Artıq bu ayın Mart ayının 26-sında ili tamam olur. Və Davudu mən həlak olanda görmədim. Ona görə mənim nəzərimdə canlı qalıb. Elə bilirəm ki, gənə ədəbiyyat qəzetinin gedəndə onu görəcəm, hardasa çıxacaq, hardasa neyəcək. Görmədim onun həlak olduğunu. Bildiyiniz də necə belə təsadüfən Davud dünyasını dəyişdi. Faciəvi sürət. Çox faciəvi sürətlə dünyasını dəyişdi. Davudu mən belə xatırlayıram ki, Davud isə deyim ki, ədəbiyyat və İncəsənət qəzetinin çox gözəl işçilərindən biri idi. Özü də orada poeziya şöbəsinin müdiri idi Davud. Yəni, biz 14 ilə yaxın bir yerdə işləmişik. Bu illər ərzində Davud Nəsib gözəl bir, qüdrətli bir şair kimi Azərbaycan şeirində istiqamət verir burada. Yəni, onun öz zövqünlə, öz tələbinlə, onu da deyim ki, çox tələbkar idi Davud şeirə qarşı. Ola bilsin ki, şairin xətrini istəyirdi, mehriban danışıdan da şeirlərini qaytarırdı. Bəzən mənlə mübahisə edirdi Davud Nəsib, Allah rəhmət eləsin. Çox belə, ancaq çox saf idi, çox təmiz idi, çox pak idi Davud. Davudun bundan əlavə o səliqə səhmanı həmişə istəyirdi ki, yaxşı şeylər geçsin. Bəzən mən Davud olmurdu, xəbər olmayanda şeir gəlib deyirdi, mənim xəbərim yoxdur bu şeirdən, deyim oxu gör, xoşun gəlmirsə, nə olar, leçkada tənqid eləyərsən. Davud çox həssas idi, həssas adam idi. Özə, onu da deyim ki, Davud mənə xüsusi hörmət qoyurdu. Onu mən təkcə redaksiyadan tanımırdım, onun ailəsini tanıyırdım, onu Qazaxdan, Ağstafadan tanıyırdım, Uşaqlıqdan tanıyırdım, ailəsini tanıyırdım. Ona görə mənə Davud daxilən doğma idi, tanış idi, yaxın idi, əzim idi mənim. Və onun o cür faciəvi dünyasını dəyişməsi çox ağır gəldi. Özü də elə vaxt dəyişdi ki, Davud dünyasını, o artıq yetkinləşmişdi. Nigaran olmayın dostlar, heç nədən. Vaxt zirvə qalı tək yaşında qalıb. Demə qocalıqdır saçlarımda dən, gənclik günlərimdir, başımda qalıb. Hələ yer üzündə bir insan kimi fikrim nə qocalıb, nə yorğunlaşıb. İllər burulduqca burulğan kimi ürək bir qədər də burulğanlaşıb. Sevgilim, bunun üçün nə alır, nə yan, heç zaman qəlbində niskil qalmasın. Qocalıq nədir ki, çəkinəm ondan, ürək qocalmasın, ruh qocalmasın. Güneş battı, üfüqlərə çəkildi, güneşlə bir köç elədi səsəmi. Yenə gözüm uzaqlara tüküldü, nə olub ki, görən niyə o gəlmir. Denizdə sevindi, çayda sevirdi, bulaqlar duruldu, mən durmadım. Güneşdə yoruldu, ayda yoruldu, bu yollar yoruldu, mən yorulmadım. Güneşdə yoruldu, ayda yoruldu, bu yollar yoruldu, mən yorulmadım. Nizam müəllim, Davud Nəsib həm istedadlı şair, həm publisist, həm də yazıcı idi eyni zamanda. Son vaxtlar nəsr əsərlərdə yazırdı. Mən istərdim siz onun yaradıcılığı haqqında danışasınız.
Və siz Davud Nəsib şair kimi gəlib bu dünya və yaradıcılığına da şair kimi başlayıb. Azərbaycanın ədəb-ictimai mühiti də onu şair kimi tanıyırdı birinci növbədə. Və Davud Nəsibin özünə məxsus mövzuları var idi. Azərbaycan poeziyasında ən belə səviyyəli, ən emosional, ən zəngin məzmunu dərəcəsi etibarilə ata obrazını Davud Nəsib gətirib bizim poeziyamıza. Və sonra da, ümumiyyətlə, yəni o mövzuda onun şeirlərinin xüsusi bir başlanğıc və son tarixi yoxdur. Elə həmişə onun daxilində olub o ata obrazını yaratmaq. Ata həsrəti, atasızlıq, ata ehtiyacı, yəni atasız insanın o formalaşmasının problemləri, mənəvi problemləri, başqa məsələləri də bu mürəkkəb bir məsələdir. Və o bütün şeirlərində var. Bu ehtiyac elə bir mənəvi şeydir ki, insan bəzən gəncliyində onu bir cür mənalandırır. Bəzən yox, elə belədir. Yəni, müəyyən yaşdan sonra ayrı cür. Yaş artdıqca o ata ehtiyacının o mənəvi texnologiyaları da dəyişir. Və bunlar Davud Nəsibin yaradıcılığında, poeziyasında var bütün mərhələləri üzrə. Eyni zamanda da o demək daha çox mənəvi məsələlərdən yazırdı, vətən məsələlərindən yazırdı, vətənpərvərlik şeirləri var olduqca çoxlu, ümumi insan münasibətlərinə aid şeirləri var. Yəni Davud Nəsibin yaradıcılığı kifayət qədər zəngindir. O Səməd Vurğun məktəb üzərində yetişmiş bir şairdir. Amma təbii ki 60-cı, 70-ci illərin, 80-ci illərin o ədəbiyyatında olan o poetik dəyişikliklər, mövzu axtarışları, ideya axtarışları da Davud Nəsibin əsərlərində var. Poetik forma axtarışları da var onun yaradıcılığında. Yəni bu axtarışların hamısı Davud Nəsibin özüdür. Bəzən elə axtarışlar olur ki, görürsən o dövrün, zamanın, o mərhələnin texnologiyasını şair belə süni şəkildə mənimsəyir. Belə də olur, amma Davud Nəsibin bir üstün cəhəti var idi ki, o təbii bir istedadı idi. Ona görə də o gələn təsirləri, təbii ki, bu təsirlər də sadəcə kənardan gəlmir, bu elə şairin daxilindədir. Çünki hər bir şair yalnız öz yaradıcılığının, deyək ki, müəllifi deyil, həm də ümumi milli ədəbi prosesdə gedən hadisələrin də daxilindədir. Müəyyən qədər onlara da müəlliflik eləyir, bir ümumi prosesdə gedir. Və onlar da Davud Nəsibə təsir edirdi. Amma bütün təsirlərin fövqündə onun özü dururdu, öz yaradıcılığı dururdu. Nə cür olursa olsun, yəni indi nə dərəcədə alınırdı o poetik düşüncənin, deyək, təsiri nə səviyyədə idi, bu ayrı məsələdir. Amma özününkü olmaq, bu birinci şərtdir. Ümumiyyətlə, müəlliflikdə, yaradıcılıqda bu birinci şərtdir və Davud Nəsib poeziyada, bütün mövzularda yazanda özü idi. Sən biraz da ləngi, görüş yerində. Bu axşam o yerə gələcəyəm mən, mütləq üzümüzə gələn bu yazda nəmli gözlərini siləcəyəm. Gəncliyin ömrünü aşa-aşda da, ürək o ürəkdir, qarlı qışda da, əgər mən qocalsam lab 100 yaşda da, yenə də qədrini biləcəyəm. Hələ nə qüssələn, hələ nə unut. Dolması hər axşam sən bulud. Demə gənsi yötdü, dəyişib Davud, əvvəl necə varam, eləcəyəm mən. Çox təəssüflənirəm. Necə deyim, mənəvi bir qəribsilik hissi, duyğuları keçirirəm Davud haqqında. Ümumiyyətlə, Davud yadıma düşəndə, indi onun haqqında danışmalıyam. Bütün varlığı səmimiyyətdən və
yaşad olmayan çılgınlıqdan ibarət idi. Yəni bütün poeziyası, yaradıcılığı nə dərəcədə səmimi idisə, açıq idisə, Davud özü də bir şəxsiyyət kimi, bir insan kimi, bax elə bir dost kimi, elə bax açıq, tamamilə insan idi. Çox qəribədir. Biz onunla görüşəndə deməzdim ki, tez-tez görüşürdük. Çünki başqa sahələrdə gəncliyimiz, mən musiqi sahəsində idim, o ədəbiyyat sahəsində, yəni o redaksiyalarda işləyirdi. Mən demək olar ki, redaksiyalarda heç bir vaxt işləmir. Amma görüşəndə iki şair kimi biz görüşmürdük. İki Eloğlu kimi, iki yerli kimi. Məsələn, birinci sualı bunun mənə o olurdu ki, Qazağa vaxt getmişdim, bizim kəndə dəydimmi? Mən keçən ay getmişdim, sizə də dəydim. Bax, belə bir, yəni, və sonradan keçirdik. Yəni, bu yerliçilik də döyürdü, bilirsinizmi? Bu yerlibazlıqdan tamam uzaq adam idi. Nəsə bir birləşdirici bir meydan. Bunu Davud bunda bir ehtiyac duyurdu ki, mənlə bax, məhz bundan başlasın söhbətini. Sizin xəssiyyətinizdə yaxınlıq var idi, yoxsa poeziyamızda? Ola bilsin, yəqin həm poeziyamızda yaxınlıq var idi, həm də xəssiyyətimizdə. Bir də bilirsinizmi, bu vaxt dedim ki, bizim kəndə dəymişdim. Ya Davudun səmimiyyətindən danışdım, mənəvi paklığı var idi. Mənəvi, əlbəttə ki, çox təmiz adam idi. Bu da elde bir deyim var. Tez-tez bunu işlədirik, amma görünür ki, onsuz keçinmək mümkündür və doğrudan da o atalar tamamilə dəqiq deyib ki, ot kök üstə bitər. İndi bir il keçib o faciəli ölümdən sonra. Bir il. Yenə də təkrar edirəm. Allah Davuda, gözəl şairimizə, gözəl insana qəni-qəni rəhmət eləsin. Yaz gəldi, ağaclar yamyaşıl oldu. Qaralan cığırın sinəsi dolu. Bilmədim çəməndir, yoxsa ki yoldur. Görəsən ləpirə, izə nə qaldı? Bir gözəl görmüşdüm, könül vermədi. Qəlbimə salmadım bu ağır dərdi. Baxdı insanoğlu, nələr görür. Görən bu dünyadan gözə nə qaldı? Sevinç lap əzəldən kədər ilədir. Çoxdan bu həyatın hökmü belədir. Vaxtsız iki dostu düşmən eylədi. Bir könül sındıran sözə nə qaldı? A dostlar, yaman da ayrılır günü. Bir sınıq kamandı ayrılır günü. Vaxt gəldi, qocalıq verdi hökmünü. Bu qoca dünyadan bizə nə qaldı? Davudu mən çoxdan tanıyıram. Lap yaxından bələdəm. Onun istər yaradıcılığına, istər məişət tərzinə, istər özünün xarakterinə çox yaxşı bələdəm. Ona görə ki, biz hardasa qohumuq. Ana tərəfdən mənim yaxın qohumlarımdandır. Ona görə də uşaqlıqdan, onun lap körpə vaxtından mən onu tanımışam. Sonra ilk gəncliyindən, sonra ədəbiyyata necə gəldiyindən, onun hamısından bələdəm, yaxından bilirəm olan hamını. Davud çox mehriban adam idi, istiqanlı adam idi, qohumpərəst adam idi, dostpərəst adam idi. Onda insanlığın yaxşı xüsusiyyətlərinin hamısı cəmləşmişdi.
Ona görə də onun xətrini çox istəyirdilər hamı. Yaradıcılıq aləmində də, başqa yerlərdə də. Onun mehribançılığına görə, insanlığına görə çox xətri istənirdi. Bax, siz deyirsiniz ki, siz onu uşaqlıqdan tanıyırsınız. O poeziyaya necə gəldi? Hisslər gətirdi, atasızlıq hissləri. Mən elə gəlir ki, onu atasızlıq hissləri gətirdi. Çünki onun atası lap erkəndən müharibə təzə başlayandan getdi cəbhəyə və qayıtmadı. Bu heç atasını görmüyor. Atasını görmədi, üzünü görmədi. Hardasa bəlkə də bunun bir yaşı olardı, bəlkə də biraz da körpü olardı, atası cəbhəyə getdi. Heç o ata üzünü görmədi. Atanı yalnız o danışılanlardan, söhbətlərdən bu cür tanıdı. Ona görə də o ata haqqında şeirləri onun çox təsirlidir. Başqalarında bəlkə də belə alınmazdı, bu cür təsir bağışlamazdı. Gərək o hissləri şair yaşasın ki, onu şeirə gətirəndə də onda alınır. Bax, Davudun da bütün şeirləri içərisində ən çox seçilən, bəyənilən ata haqqında şeirləridir. Bu ədəbiyyata bir növ yenilik elə bil ki. Çünki indiyənə kimi ədəbiyyatımızda ana haqqında şeirlər çoxdur. Hamı anadan yazıb. Elə bir şair yoxdur, elə bir yazıçı yoxdur ki, onun ana haqqında əsəri olmasın. İri həcmli, yaxırda həcmli əsəri olmasın. Amma ata haqqında çox azdır, qəribədir ki. Mesela ata da çox, nə deyim, layiqli valideyndir, ailənin ən çox qayğısını çəkəndir, zəhmətlərə qarışan, qatlaşandır, ondan sonra bütün əzab əziyyətlərə dözəndir. Uşaqları körpəlikdən lap böyüyəncən təhsil vermək, hər bir qayğılarını çəkmək, ata zəhməti çox böyük, çox yüksəkdir. İndi mən özüm atayam deyən, bunu belə ona görə demirəm. Ümumiyyətlə ataların zəhməti bəlkə də hardasa analardan da çoxdur. Amma ana nəsə hamıya daha yaxındır. Hamıya. Bütün, istər bu adi adam olsun, istər böyük adam olsun, ana haqqında söhbət düşəndə görürsən ki, ya qəhərlənir, ya bir nəysə təsirli bir ifadə işlədir. Davudun o ata haqqındakı şeirləri buradan da seçimli şeirlərdir, təsirli şeirlərdir. Mən deyərdim ki, ədəbiyyatımızda bir növ yenilikdir. Davudun ayrı əsərləri də var. Son dövrlərdə o, məsələ, nəsrə keçmiş, nəsr əsərləri də var. Cavanşir haqqında iki kitab yazdı, iki roman yazdı. Davudda vətənpərvərlik hissi çox güclüydü. Ona görə də o mövzulara o əl atmışdı. Elə belə adi həvəslə yazılmamışdı o əsərlər. Əzab əziyyətlə yazmışdı. Çox materiallar, arxiv materiallarını eləmişdi, çox şeyləri oxumuşdu. Bu zəhmətə girişməyə onu vadar eləyən o vətənpərvər hissi idi ki, o onda çox büyük coşğunuydu. Əsl sənətkar da, yazıcı da, şair də elə öz vətənpərvərliyi ilə daha çox sevilir, yadda qalır. Allah qəni-qəni rəhmət eləsin Davuda. Torpaq da ünvansız, atsız olmuyor. Birində dəniz var, çay var elində. Ocaq da insan tək yurtsuz olmuyor. Ocaqlar, ocaq yerində. Həyatın hökmünə, hikmətinə bax. Bir qucaq açılar qucaqlar üçün. Bir yurtda ilk dəfə çatılan ocaq küllar sonraki ocaqlar üçün. Çöl-çöp bircə anlıq alışar iti. Ömrü gödək olan söz söhbətini. Kül altda köz qalar gizli həmirti. Ürəkdə o kimi, məhəbbət kimi. Gün keçər, soyumaz ocağın yeri. Onu tapdamasa, kimsə batmasa. İnsan da belədir. Alışmaz biri, biri kül olmasa, kösöv olmasa. Asta-asta şayakır, gözlerim yola bakır. Asta-asta şayakır,
Gözüm seni axtarır, sözüm seni axtarır. Gözüm seni axtarır, sözüm seni axtarır. Sərin sərin mehəsir, qız görüşə tələsir. Sərin sərin mehəsir, qız görüşə tələsir. Gülüşür iki canan, elə bu vaxt bu zaman. Gözüm səni axtarır, sözüm səni axtarır. Gözüm səni axtarır, sözüm səni axtarır. Davud Nəsibin çox zərif, çox belə incə ruhlu bir publisistikası var. Yəni o nə təsərrüfat publisisti deyildi, nə deyək ki, məsələn, siyasi ideoloji məsələləri belə xüsusi olaraq o hansısa bir tendensiya ilə izah edən bir publisist deyildi. Mənəviyyat, millilik, ümumi insanlıq, yəni o baxımdan gələn bir publisist idi. Yəni insanı görürdü birinci növbədə. Amma təbiidir ki, hər bir insan da o zaman insandır ki, o məhz milli məzmunu etibarilə, həyatının deyək qurulması etibarilə, ictimai funksionallığı etibarilə mütləq milli olmalıdır və Davud Nəsibin publisistik idealı bundan ibarət idi. Sonraki dövrlərdə demək Davud Nəsib ayrıca bir roman yazdı, Cavanşir romanı nəsrə keçdi. Bu əlbəttə onun bir tərəfdən deyək ki, o nəsrə keçid yaşla bağlı stixiyası idi. Bu bütün bizim şairlərimizin çoxunda olub. Yəni müəyyən bir yaş dövrü var ki, o yaşdan sonra elə bil ki, yaradıcılıqda nəsrə keçmək bir ehtiyacdır. Əlbəttə şeiri saxlaya-saxlaya. Cavanşir romanı da bu son dövrün hadisələri, Azərbaycana erməni müdaxiləsi, Azərbaycanın tarixini dərindən öyrənmək. Bu da bir ehtiyacdan yarandı. Şübhəsiz bir ehtiyacı idi bu. Birinci impuls, əgər o yazışının deyək ki, artıq yaradıcılıq texnologiyasında müəyyən o təkamülün getməsi ilə bağlıydısa, bir epiklik axtarırdısa, İkinci tərəfdən də bu epikliyi qəbul eləyəcək bir zaman yetişmişdir. Artıq poeziyanın, o munis, poeziyanın belə deyək, o səmimi məntiqi ilə bu məsələlərə izahat vermək mümkün deyildir. Ona görə də o tarixin siyasətinə keçdi və həqiqətən səviyyəli bir əsər qoydu ortaya. Bu əsərin elmi tərəfləri də var, yəni o tədqiqatçı kimi həm də araşdırmalar apardı uzun illər, yəni bu bizim gözümüzün qabağında gedən proses idi. Eyni zamanda Azərbaycan albanşümaslığı, Azərbaycan tarixinin deyək ki, ilk orta əsrlərdə, ondan əvvəlki dövrdə, qədim dövrün sonlarında baş verən hadisələrini öyrəndi, tarixçilərlə məsləhətləşdi. Davud Nəsib ümumiyyətlə o məsələlərdə çox məsuliyyətli bir insan idi. Yəni o düşüncəsi, intellekti etibarilə və yazısına da çox ehtiyatla yanaşır. Məsələn, elə hallar olurdu. Bəzən məndən məsləhətləşəndə mən deyirdim bu məsələ düz deyil. Bunun üçün o bir də gedirdi məsləhətləşirdi. Bir də deyək ki, baxırdı o tərəfə, bu tərəfə. Amma Davud Nəsibin yazdıqlarına, hansısa məsələyə, hansısa epizoda bu özünü o qədər də doğrultmur deməklə Davud Nəsibi fikrindən döndərmək də o qədər asan məsələ deyildir. Yəni o məsələləri ki, o öyrənirdi və yazırdı, onu yaxşı öyrənirdi. Yəni o tərəfləri var idi yaradıcılığının. Hətta bir dəlil sübutla öyrənirdi ki, onun arxasında dayanırdı. Diqqətlə öyrənirdi. Yəni o yerdə ki, fakt var, o yerdə ki, material var və Davud Nəsib məsələnin məhz o cür olduğuna inanır, onda onu yolundan döndərmək çətin idi. Yəni onu nə mənada
o ideoloji məsələlərlə, ideoloji baxışlarla, deyək ki, məsələn, hansısa xüsusi əvvəldən qoyulmuş proqramlarla Davud Nəsib yazı yazılır. Onun üçün o konkret fakt var idi, hadisə var idi. İndi o hadisə bizim indiki düşüncələrimizə nə dərəcədə uyğun gəlirdi, gəlmirdi, o daha Davud Nəsib o qədər maraqlandırmırdı. Onun üçün o reallıq, tarixi, həqiqət oradan çıxış edirdi. Bəli, bu tarixin, belə deyək də, bu da bir tarixin yazıcı tərəfindən görülən bir tərəfləridir, siyasətidir, nə bilim. Əslində, Davud Nəsib düzdür, tarix yazırdı, amma o tarixdə bugünü görürdü. O tarixin hər səhifəsində bugün var. Yəni, bugünün emosiyaları, bugünün o siyasi ideoloji mübahisə, bəlkə də buna siyasi ideoloji demək də çox çətindir. Sadəcə olaraq, yəni Azərbaycanlılara hansısa bir erməni müəllifinin, hansısa bir erməni belə deyək dırnaq arası intellektinin deməsi ki, bu region demək ermənilərin qədimdən tarixi vətənidir, bunu qəbul edə bilmirdi. Qəbul edə bilmirdi çünki bunu heç qəbul etmək mümkün də deyil. Amma o tam bir akademik tarixçi olmadığına görə və bəlkə də yaxşı ki elə deyildi. Çünki akademik tarixçiliyin öz məntiqi var. Amma ümumi, insani, ictimai bir baxış da olmalıdır tarixə. Bu bir xalq tarixşünaslığı da olmalıdır. Çox zaman bilirsiniz, bir akademik tarix yazılır, amma onu cəmiyyətimiz qəbul eləmir. Cəmiyyətin də qəbul eləmədiyi tarix, tarixşünaslıq, o cəmiyyəti inkişaf elətdirə bilir. Bilirsiniz, belə bir mürəkkəb vəziyyət əmələ gəlir. Ona görə də yazıçıların yazdığı tarix bugün Azərbaycan üçün çox vacibdir, təbii ki, çox önəmlidir. Və Davud Nəsib də elə bir işə demək, cəhd elədi və mən elə bilirəm ki, çox uğurlu bir iş gördü. Ümumiyyətlə, Davud Nəsibin yaradıcılığı zəngindir, maraqlıdır. Davud Nəsibin yaradıcılığında bir özünə məxsus təbiilik var. Yəni, bu yaradıcılığı ancaq Davud Nəsib yarada bilərdi. Davud Nəsib 3 il əvvəl redaksiyamızın qonağı olub, vətəndaş verilişində iştirak edib. Verilişdə onun yenicə çapdan çıxmış Cavanşir tarixi sənədli romanı haqqında söhbət açılmışdı. Yedinci əsrdə, yəni Cavanşirin hakimiyyəti dövründə, onda deyim ki, Cavanşir 40 ilə yaxın hakimiyyət başında olur, Albaniya, Azərbaycana hökmdar olubdur. O dövrdə Albaniyanın mədəniyyəti, ədəbiyyatı, turuşçuluq sənəti, yəqin heykəltaraşlığı, arxitekturası çox yüksək, böyük səviyyədə idi. Yəni, belə bir dövrdə yaşadım mən bu. Yəni ki, neçə ki, Cavanşir sağ idi, ərəblər girə bilmirdi. Birinci dəfə ərəblərlə döyüşdü və onu məğlub edilərdi. Sonra onun atası dedi ki, o tarixi mənbəylərdə varaz gedir, ancaq Uruz da onadır. O dedi ki, sən bu axının qabağında dayana bilməyəcəksən. Cavanşiri götürməmiş, aradan götürməmiş Qafqaza girmək mümkündür. Bu, həm ərəblər üçün sərfəli idi, həm də ermənilər üçün. Ermənilər üçün ona görə sərfəli idi ki, onlar Alban kilsələrini göz dikmişdilər ki, Alban kilsələrini qriqarlaşdırsınlar, erməniləşdirsinlər. Və bu kilsənin arxasında da məlumdur ki, tarixi mənbələrdən bilirik ki, Alban katolikosluğunu erməni katolikosluğuna tabi etdirmək istəyirlər. Və bu kilsənin də arxasında başqa söhbətlər var idi. Yəni, torpaq məsələsi. O abidə ki, o kilsə ki, məsələn, deyək ki, erməniyə aid olurdu, torpaq da ona olmalıydı. Və bir faktı deyim ki, 7-ci əsrdə ermənilər Qarabağa, Albaniyanın mərkəzi Bərdəyə ərəblərlə girdilər və darmadağın elədilər və Cavanşirin ölümündən sonra olub bu haqq. Sonra 20-ci əsrdə Ruslarla girdilər Qarabağa. Çox qəribə, elə bir ki, tarix təkrar olunur. Bilirsiniz, o dövr Cavanşir çox böyük şəxsiyyət idi. Və bu kitabı mən də o dövrü oxuyandan sonra sağ olsun Qiyasəddin müəllim, Budaq müəllim, sonra başqa mənbələr vardı, onlardan istifadə elədim.
Və bu kitabın meydana gəldi, çıxdı, indi onu oxucular öğrencisi qəbul edəcəklər. Dağlara söykənib kürəyim mənim, İlk billur laylamı dağ çayı çalır. Bəlkə onun üçün ürəyim mənim belə məcrasına sığışmaz olub. Gözümlə görmüşəm, zirvə bulaqlar, dərin dərələrdə cığır açırdı. Açmışdı qəlbimi, qəlbimə dağlar. Bir vaxt uşaqlığım orada qaçırdı. Bu həyat yolları qalxıb indiycən neçə dağ keçirəm, yamac aşıram. İllərlə başıma qar ələndikcə elə bil dağlara yaxınlaşıram. Qalıb qulağımda hay-həşir səsi, dağlardan qopduğum görün nə vaxtdır. Elə bir dağların dağ cazibəsi məni o yerlərə qaytaracaq. Axtar, yer üzündə olmayıb hələ, bir torpaq ünvansız, bir oba atsız, bir qartal köksünə dəysə bir güllə, sanaram, zirvələr qalar övladsız. Otların nəfəsi üstümə çöküb, sanki təbiətdən güc alıram mən. Zirvələr əlini başıma çəkib, elə bil dağ kimi qocalıram mən. Heç kəs söyləməsin, hələ nə var ki? Həyat nə istəyir, onu da edir. Günlərə nə var ki? İlə nə var ki? Gedilən nə varsa ömürdən gedir. Dərə ağzına can yenə dolubdur. Yağışa nə var ki? Selə nə var ki? Ürək var, bir sözdən impakt olubdur. Güllə tək açılan gülə nə var ki? Həyatda arzusuz, kamsız olan var. Əcəl bunu qanar. Qansa nə var ki? Dünyada hələ də şamsız olan var. Gecə olmalıdır. Ona nə var ki? Yıldırım palıdı açırar yerə. Buğda nə var ki? Göyə nə var ki? Bəzən dediyini etsə də hərə gərək deyən olar. Deyə nə var ki? Fərqi yox, hər fəsil bir don geyirsə. Uyuyur sinəmdə qış ki, bahar ki. Əgər yer də, göy də bunu deyirsə təkcə mən demirəm. Mənə nə var ki? Həsrətinlə ürəyimə küs xaldın, gəl darıxsın sevənlərdə görüşür. Gəl əzizim, niyə uzaqda qaldın, ötən günlər ömrümüzdən öpüşür.
Cavanşir romanını yazmışdı birinci hissəsini. İkinci hissəsində yazdı. O Cavanşirsiz məmləkət belə adlandırdı və təbrik elədim mən onu. Kitabı bağışlamışdı mənə. Dedi, üçüncü hissəsində yazacağım Nəriman. Çoxlu tədqiqat aparırdı. Alban dövrünü, o qədim dövrləri, bizim eradan qabaqki illəri çox gözəl tədqiqat aparmışdı Davud. Tarixçi idi bu. Mən elə bilirəm ki, ümumiyyətlə yeri gəlmişkən demək istəyirəm ki, tarixi ədəbiyyatçılar yazanda yaxşı olur. Ədəbiyyatçılar tarixi, onlarda bir fəhm də olur. O istiqamətlə gedir. Təkcə faktları qeyd eləmirlər. Bu mənə Davudun Cavanşir əsəri və Cavanşirsiz məmləkət əsəri bizim Azərbaycan tariximizə bir əlavədir. Nəinki bədii əsər kimi. Həm də o tariximizin o müəyyən məqamları üçün çox gözəl əlavədir, tədqiqatdır. Uzun müddət tədqiqat aparmışdır. İş prosesi sizə məlum idi, necə işləyirdi bu barədə? O mənim yadımdadır. Daim mən onu belə görürdüm. Mən Cavanşir işləyən vaxtlarda Davudu daim fikri görürdüm. Təbii şeydi, özündə idi. Bu gözəl şair idi. Ancaq onu da deyim ki, Davudun vaxtında Azərbaycanda bir-iki nəfər olardı ki, Ümmütfəq Lenin Komsomol Mükafatı laureat adını almışdı. Moskvanın mükafatını. Davud şeirlərinə görə çox yüksək mükafat almışdı. Qüdrətli şair idi. Bundan sonra bu yenə də şeirlərini yazdı. Komsomol mükafatını da aldı, Respublikanın mükafatını da aldı. Adətən hansı mövzuda yazırdı? Adətən deyim sizə onu belə söhbət düşəndə ondan atasıyla bağlayırlar ki, atası Məcid Rəhməti əskəriyə getdi, həlak oldu, qayıtmadı, ata şeirləri. Düzdür, Davudun ata şeirləri bizim poeziyada, bizim şeirimizdə yadda qalan şeirlərdir. Ancaq o atadan da yazırdı, məhəbbətdən də yazırdı, vətənin keçmişindən də yazırdı, bugünkü günümüzdən də yazırdı, müxtəlif şeirlər yazırdı. Ancaq ola bilsin ki, ata həsrəti onda aparıcı xətt idi. Çünki anası İnsan xanım tək qalmışdı. Çox gözəl insan idi. O boyda uşaqlarla bir neçə uşaq idilər onlar, qardaş bacı. Onları hamısını o qadın tək böyütmüşdü. Ona görə Davud atalaşmışdı artıq. Atasının əvəzinə danışırdı get-gedə. O müdrikləşmişdi. Və belə bir dövrdə Davud o nəsr əsərini yazdı. Onu xüsusi nəsr yazmadı Davud. Mənə elə gəlir ki, o artıq yetişəndən sonra tariximiz barədə, xalqımızın keçmişi barədə o əsəri yazmaqla bir daha göstərdi ki, bizim tariximiz səhv yazılıbdır. Tariximiz səhv yazılıbdır. Tariximizi özgələr yazıbdır. Tarix bizim olubdur. Tarixi yazan özgələr olubdur. Taleyimizi axtarırdı. Davud orada bizim Azərbaycan taleyini axtarırdı. Alban dövlətində, Cavanşir dövlətində, onun qəhrəmanlığına, hünərinə gözəl səhifələri ayırıb orada. Mən oxumuşam onu. Birinci əsəri oxudum. İkinci əsərdə dedi ki, bu günlərdə verirəm. Çıxmışdı əsər. Birinci əsər haqqında gözəl, Yeni Azərbaycan qəzetində çox gözəl bir rəy çıxmışdı. Başqa mətbuat orqanlarında da. Yəni, Davud Nəsirdə də elə bilirəm ki, xüsusi sınamaq yox, bu yaradıcılıq elə gəldi ki, bu Nəsirdə də Davud Nəsir özünü göstərdi. Və artıq Davud Nəsir hallanırdı nəsr əsərlərində. Onu oxuyanlar mənə zəng edirlər bəzən ki, Nəriman, Davudun romanını oxumuşam, elə gözəl romandır ki, bu mənə də xoş idi ki, Davud və Davuda deyirdim, Davud deyirdi, üçüncünü yazacağım indi, daha da maraqlanıb da vəsənirdi. Davud yetkin yaşındaydı, 60'ı təzə olmuşdu Davudun. Nüsrət də getdi, Davud da getdi. Bunlar ikisi də mənim əzizlərim idi, ikisi də mənə doğma idi. Mənə çox pis təsirlədi bunların gedişi. Mənim vəziyyətimi təsəvvür elə, mənim şair dostlarım. Heç mənim ağlıma gəlməz ki, Davud məndən cavan idi, Davud bir gün dünyasını dəyişəcək. Nüsrət dünyasını dəyişəcək, mən də onlar haqqında danışacağım. Bu, Allah heç kimə qismət eləməsin elə ki, bu ağır şeydir, çox ağır şeydir. Neçə laylalar yatır hər ağacın kökündə. Saysızdır, hesabsızdır laylalar yer üzündə. Yaşıl olub dağıldı, təbiətin laylası. Möcüzədir, nağıldır, məhəbbətin laylası. Hörmətdir, səxavətdir
Sərvətdir hər qonağın laylası, zəhmət ilə sərvətdir bu torpağın laylası. Sevinçdir, səadətdir balaların laylası, kişilikdir, qeyrətdir qalaların laylası. Hər ürəyin havası, yoxun, varın laylası, laylaların laylası, anaların laylası. Bilməyənlər qoy bilsin, nə bu yolun azğını, nə də durğunuyam mən. Ata dəlisiyəm mən, ata vurğunuyam mən. Bu dərddən Davud xəstə, eşitsin, bilsin hamı, mən ölsəm qəbrim üstə, sal, yada laylanı, çal, ata laylanı. Davud Nəsib Ata Laylası adlı şeirlər kitabına nəşri hazırlayırdı. Lakin ömür vəfa etmədi. 2003-cü ilin mart ayının 26-sı ömrünün son səhifəsini çevirdi. Davud Nəsib. Özü cismən getsə də əsərləri əbədilik bu dünyada qaldı. Ədəbi dünyası ilə əbədi bir ömür yaşayır. Davud Nəsib. Çöllərə yağış düşür, çəmənən axış düşür. Çöllərə yağış düşür, çəmənən axış düşür. Uzanır yaşı